Natural bölənlərin sayının 3 mislini tapın. Natural bölənlərin sayının 3 mislini tapmaq üçün gərək birinci natural bölənlərin sayını tapaq. Natural bölənlərin sayı da nə tər tapılır? Tutaq ki, bir dənə ədədi sayda vurğularına ayırıram. Tutaq ki, bu ədədin bir dənə P ədədidir. Bunun sayda vurğulara ayrılışı A üstü M, B üstü N, C üstü K oldu. Bu üstlər bilirsiniz də nədir? Məsələn, yerinə ədəd qoyumda 2 üstü 3 vurulsun, 3 üstü 2 vurulsun, nəsə 5 üstü 1. Belə oldu da tutaq ki. Bu üstlər M, N, K var ha. Bunları ifadə edir. 3, 2, 1. Bunları. Nəysə, mən bunu indi belə izah elədimsə başa düşdünüz. Qüvvətlərin, bax hər qüvvətin üzərinə 1 əlavə edirik. Bir-birlərinə vururuq. Qüvvətlərinə 1 əlavə edib bir-birinə vururuq. Bu zaman mən nəyi tapıram? Natural bölənlərin sayını. İndi eləyək. Baxın, natural ədədlərin ayrılıb da 3, 5, 11. Buradan o tərəfə ayrılış yoxdur. Bəzən uşaqları çalışdırmaq üçün tutaq götürür 9 verir. Deyəcəksə, desək ki, məsələn, burada 9-dur, bu 3-ün yerində 9. Bunu mütləq yazmalısınız 3-ün kvadratı. Mütləq. Hər nəsə, burada maksimum parçalanmış şəkildə sadə ədədlərlə verib. Deməli, bunların üstü nədir? Heç birinin üstü görünmür. Deməli, 1-dir. 1, 1, 1. Bunların üstlərinə 1 gəlib bir-birinə vuraq. 2, birinin üstünə 1, 2, birinin üstünə 1, 2. Bu da mənə nə verir? 8. Bu 8 natural bölənlərin sayı. 8-in 3 mislini istəyir. 8 vurulsun 3 bərabərdir 24. C variantı.